Deməli, şəxs xəbərli şəkilçisi ilə bilik düzəlir. Məsəl üçün deyirəm ki, mən gəlim. Gəl sözün köküdür. İm nədir? Şəxs xəbərli şəkilçisidir. Şəxs xəbərli şəkilçisi həmin bu əvəzlikdə keçmiş deyə 6 şəxs. Ona uyğun feilin şəxs şəkilçisini qəbul etməsidir. Mən gəlim, sən gəl, o gəlsin, gəlsin, biz gələk, siz gəlin, onlar gəlsinlər. Bax, burada gördüyünüz gəlsin, gələk, gəlin, gəlsinlər. Bunların hər biri nədir? Əmr şəklinin şəkilçisidir. Əmr şəklində yadınızda saxlayın ki, əmr ədatlarından istifadə olunur. Yadda qalarmı? Əmr ədatları hansılardır? Di, qoy, bax, gəl, gör, görün, görsənə, sana, səniz və s. Yadda qalar bir daha. Əmr şəklini yaradan nə oldu Zəhra? Şəxs xəbərli şəkilçiləri. Hər zamanmı əmr şəkli işlənəndə əmr ədatları işlənir? Xeyr. İşlənə də bilər, işlənməyə də bilər. Yadda qalır. Bura qədər başa düşdük. Görürsünüz, ikinci şəxsin təkində əmr şəklində şəxs sonluğu yoxdur. Amma digərlərində var. Mən xüsusilə birinci şəxsin cəmində dayanmaq istəyirəm burada gərək sözündə. Niyə bunu fərqləndirirəm? Niyə burada dayanıram? Dayanma səbəbim isə çox bəsitdir. İndi izah edəcəm. Məsəl üçün, biz yataq, yataq və yaxud biz gələk. Bu ifadələrə baxdığımız zaman görürük ki, yataq sözünü, gələk sözünü mən iki formada, yatağı düzdür, 3 formada təhlil edə bilirəm. Gələk sözünü, digər feilləri iki formada təhlil edə bilirəm. Bu nə deməkdir? Bax, deyirəm ki, biz gələk. Hal-hazırda əmr şəklində deyirəm. Aydındır. Bir də var, deyirəm ki, kaş biz gələk, arzu edirəm. Arzu edərkən gələk sözünü, gəl sözün kökü, A-ə arzu şəklinin naxı şəkilçisidir. Q da şəxs xəbərli şəkilçisidir. İki cür təhlil etdim, gördünüz. Birinci versiyada buna əmr şəkli deyirəm. İkinci versiyada isə buna arzu şəkli deyirəm. Aydındır, başa düşürük. Deməli, digər şəkillərdən sonra da şəxs xəbərli şəkilçisini artırmaq olur. Niyə görə? Çünki mən mövzuma başlamadan öncə dedim ki, təsriflənən feillər şəxsə və kəmiyyətə görə dəyişir. Şəxsə görə dəyişmək nə deməkdir? Onların hər biri mən, sən, o, biz, siz, onların və onlarla işlənir və onlara məxsus olan şəkilçini qəbul edir. Aydındır. Əmr şəklini onlardan fərqləndirən xüsusiyyəti nədir? Birbaşa kökə artırılması. Yadda qalar. Birbaşa kökə artırılması. Gəlirəm yataq sözünə. Deyirəm ki, uşaqlar, gəlin yataq. Gəlin sözü burada əmr ədatıdır. Gəlin yataq, əmr edirəm. Uşaqlar, gəlin yataq, yat sözün kökü olur. Əq isə əmr şəklinin şəkilçisi olur. Bir də deyirəm ki, təsəvvür eləyin, çox yorulmuşuq. VSG-lər bizə əməlli başlı yorur. Deyirəm ki, bütün günü də hazırlaşırsınız dırnaq arası o VSG-lərə. Deyirik ki, oy, kaş biz də rahat yerimizdə uzanıb yataq. Burada artıq arzu eləyirsən. Yat sözün kökü A arzu şəkli, Q isə şəxs xəbərli şəkilçisidir. Başa düşdük. Bu əmr şəklinin formulu, bu arzu şəklinin formulu. Müəllim, gələk sözündə dediniz 2 formada var. Amma yataqda 3 forma dediniz. 3-cü forma nədir? Deyirsinizsə nümunə göstərim. Deyirəm ki, mən evimə yeni dizaynda olan yataq aldım. Mobilya mənasında, mebel mənasında. Buradakı mak şəkilçisi isə leksik şəkilçi olacaq. Bəzən testlərdə görəcəksiniz, hətta toplularda da var ki, aşağıdakı, məsəl üçün bu formulu verir, bax, sualımız belə olacaq. Bu
Hər iki nümunəyə uyğun gələn sözü seçin. Əmin olun ki, o sözün sonu ad üstü 2 ilə bitməlidir. Əklə bitəcək ya da adla bitəcək. Çünki orada bir dəfə parçalayacaqsınız arzu şəkli, şəsəbəli şəkilsi, bir dəfə bütövlükdə əmr şəklinin şəkilçisi. Aydın oldu?